şərikli malın olmaqdansa, əzizlərim, şərikli arvanın olsun. Yəni, çəki sözü. Arvan sözü çəki deməkdir. Arvanın olsun. Bir daha deyirəm, bunu bəzi erməni köklü, əsilli insanlar bizim əsil soyumuzu, kökümüzü bir millət kimi bizə sataşmaq kimi belə bir söhbətləri irəli sürür. Şərikli malın olmaqdansa şərikli arvadın olsun. Türk qanında türk qanı axan bir millət belə söz danışarmı? Belə bir söz deyərmi? Bir normal özünü tanıyan oğlan belə söz deyərmi? Əlbəttə ki, yox. Bir daha söyləyirəm, şərikli malı olmaqdansa şərikli arvanın, yəni çəkin olsa yaxşıdır.